Çinin nüfuzlu ali təhsil ocaqlarından olan Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili ixtisasında təhsil alan tələbələri 2025-2026-cı tədris ilində Bakıda təhsil alacaqlar. Universitetin qaydalarına uyğun olaraq xarici dil ixtisasında təhsil alan tələbələr 3-cü kursda təhsil aldıqları dilin aid olduğu ölkədə oxumalıdırlar. Bu qaydaya əsasən təhsil ocağının Azərbaycan dili ixtisası üzrə tələbələri Pekin Xarici Dillər Universitetinin əməkdaşlıq etdiyi Bakı Dövlət Universitetində və Xəzər Universitetində oxuyacaqlar. Tələbələr sentyabrın 17-də Bakıya yola düşdülər. Pekinin paytaxt beynəlxalq hava limanında tələbələri yola salanlar arasında Universitetin Azərbaycan Dili Kafedrasının müəllimləri, tələbələrin valideynləri də olub. Bizimlə söhbətində tələbələr dilini öyrəndikləri ölkədə təhsil almağa yollandıqları üçün həyəcanlı və sevincli olduqlarını bildirdilər. Toxşaram, amma biraz heyecanlıyım. Çünkü bu büyük sınav benim için ama ben çalışacağım. Ben istəyirəm ki, yeni mədəni bilik öyrənmək və mənzərələr görmək və eyni zamanda dadlı yeməklər sınamaqdır. Salamünaleyküm. Mənim adım Vəlidir. Mən Pekin Xarici Dillər Universitetinin 3-cü kurs tələbəsiyəm. Məncə Azərbaycan tarixi və mədəniyyəti son dərəcə maraqlandırır. Bu təhsil imkanı həm şifahi nitq qabiliyyətimi inkişaf etdirmək üçün əla bir fürsət olmaqla yanaşı, həm də Azərbaycan mədəniyyəti daha dərindən anlamağıma kömək edəcəkdir. Azərbaycanda təhsil almağa gələcəyim üçün çox həyəcanlıyam. Çünki bu mənə əla dil mühiti təqdim edir. Azərbaycanda bir il ərzində Azərbaycan dili daha yaxşı mənimsəyim. Eyni zamanda Azərbaycanlı dostlar qazanmağı və Azərbaycan çox mədəniyyət və rəngarəng təbiətini kəşf etməyi ümid edirəm. Mən sevinirəm ki, bu müddət Azərbaycanda mübadilə tələbəsi öyrənəcəyəm və düzdür, mən həyəcanlıyam. Amma Azərbaycan dilinin daha çox yaxşı öyrənməyi və yeri mədəniyyəti öyrənməyi səbirsizliklə gözləyirəm. Tələbələr qədər onların valideynləri də həm həyəcanlı, həm də sevincli idilər. 作为学生家长，我首先感谢两国的政府给孩子。 Bir valideyn olaraq öncə hər iki ölkənin hökumətlərinə təşəkkür etmək istərdim. Bu uşaqlar üçün böyük fürsətdir. İkincisi, Azərbaycan universitetlərinə imkan yaratdıqları üçün təşəkkür edirəm. Ümid edirəm ki, uşaqlar Azərbaycan dilini ciddi şəkildə öyrənəcəklər və müəllimlərini məyus etməyəcəklər. 和领导们的期望，学成归来。 Qeyd edək ki, 101 xarici dilin tədris olunduğu Pekin Xarici Dillər Universitetində Azərbaycan Dili Kafedrası 2016-cı ildə yaradılıb. İlkin mərhələdə Azərbaycan dili 3-cü dil kimi tədris olunsa da, 2018-ci ildə Azərbaycan dili ixtisasının tədrisinə başlanılıb. 2022-ci ildə 9 tələbə Çinin ilk Azərbaycanşünas kadrları kimi bakalavr təhsillərini başa vurublar. Onların böyük əksəriyyəti magistratura təhsilini bitirərək müxtəlif sahələrdə çalışırlar. Çinin Təhsil Nazirliyinin qərarı ilə 2023-cü ildə yenidən Azərbaycan dili ixtisasına qəbul keçirilib. Hazırda 8 tələbə bakalavr təhsilində Azərbaycan dili ixtisası üzrə təhsil alır. Tələbələr Azərbaycan Dili Kafedrasının ölkəmizlə bağlı həyata keçirdiyi müxtəlif layihə və tədbirlərdə yaxından iştirak edir.